Üzün çox qurudur, nə vursan da üzündə o nəmləndirmə effektini ala bilmirsən. Makyajı üzünə tətbiq edirsən, amma makyaj üzündə istədiyin kimi oturmur. Bu video sənin üçündür. Mütləq bax, çox gözəl bir makyaj serimi səninlə bölüşəcəm. Niyə mənim üzüm çox yaxşıdır? Son vaxtlarda ən çox aldığım sualdır. Və makyaj üzümdə niyə bu qədər pürüzsüz durur? Və qeyd edim ki, mən makyajlarımı hər zaman özüm edirəm. Heç vaxt salonda makyajdan istifadə etmirəm. Bunun bir səbəbi var. Bu da gördüyünüz, baxın əlimdə gördüyünüz bu krem. Bunun tərkibində 2 qat hyaluron var. Dərini dərin qatlarına qədər nəmləndirir. Makyaj altı baza olaraq idealdır. Məndə bitmişdi. Yenidən sifariş etmişəm. Baxın, belə qaymaq kimi kremdir və o qədər gözəl qoxusu var. Mən makyaj altı baza olaraq indiyənə kimi istifadə etdiyim məhsullar arasında hələ ki bununla yarışan bir krem görməmişəm. Nəmləndirməsi də çox gözəldir. Yəni alıb həm nəmləndirmə kimi istifadə edə bilərsiniz, həm də makyaj altı baza kimi istifadə edə bilərsiniz.